Deməli, mən sizə bugün trigonometrik tənliklərdən danışacağım. Amma birinci ümumi bir anlayış verim, ümumi bir analiz verim sizin üçün. Tənliklərdə nədən danışacağıq? Sinus x bərabərdir, məsələn, A tənliyini həll eləyəndə hər zaman x bərabərdir, -1 k yazacağıq. Burada da arc sinus A, üstə gəlinsin periodumuz hər zaman pk olacaq. Bir, uşaqlar, sinus x bərabərdir A tənliyinin həlli var. Bir də sinus x bərabərdir -A tənliyinin həlli var. Artıq -A tənliyini görsəz, biz burada -1 üstü k yox, -1 üstü k plus 1 yazacağıq. Deməli, buradan belə bir qayda çıxartdıq ki, mənfi görəndə qüvvət üstünü k plus 1 yazacağıq. Yazacağıq modulda arc sinus A, üstə gəlinsin pk. Yenə periodumuz pk'dır. Və bir də bizim sinus x funksiyamızın xüsusi halları var. Konkret olaraq -1 üstü k ilə yazılmır. Məsələn, sinus x bərabərdir 1 tənliyi var. Sinus x bərabərdir uşaqlar -1 tənliyi var. Bir də sinus x bərabərdir 0. Bu üçünə xüsusi hal deyirik. Xüsusi halı necə həll edirik? Gəlin bir dənə mən çevrə çəkim sizə. Vahid çevrədə sinus 0-da 0 alır, 90-da 1 alır, 180-də -1 alır, 270-də 180-də -1 dirəmi? 180-də 0 alır, 270-də -1 alır. Elə deyil. İndi biz bu xüsusi halları çıxardanda sinus x bərabərdir, buradan yazaram. Sinus 1-i harda alır? Pi bölünsün 2-də alır, fikir versəz. Bir də 360-dan sonra fırlanıb özünə gələndə aldığına görə, ona görə yazacağıq ki, pi üstə gəlinsin 2 pk periodu. İndi -1'ə baxın. -1'i -pi bölü 2'də alır. Bir də qayıdıb özünə gələndə aldığına görə 2 pk. 360 dərəcə fırlanandan sonra aldığına görə 2 pk yazacağım. Aydın olur da yəqin ki, nə demək istədiyim. Bir də sinus x bərabərdir 0'ı harda alır? 0'ı fikir versəz 0'da alır. Bir də 180 dərəcədən sonra aldığına görə 0 üstə gəl pk yazacağıq. Elə cavabı pk götürəcəyik. Bu mənim bütün sinus x tənliklərimin həlli. Amma bir də var kosinus x tənliklərinin həlli. Kosinus x bərabərdir, biri var A tənliyi, biri də var kosinus x bərabərdir -A tənliyi uşaqlar. Kosinus x bərabərdir A tənliyinin həlli, x bərabərdir plus minus arc kosinus A yazacağıq. Üzərinə gəlinsin, bizdə periodu bu səfər 2 pk olacaq. Amma mənfi olanda arc kosinusda pi-dən çıxırdıq axı. Ona görə mənfi olanda yazacağıq plus minus pi çıxılsın arc kosinusa. Arc kosinus A üzərinə gəlinsin, period bu səfər yenə 2 pk olacaq. Deməli, kosinusda mənfi olanda pi-dən çıxacaq. Və kosinus x-in də müəllimə xüsusi halları varmı? Təbii ki, var. Yenə 1, yenə kosinus x bərabərdir -1, yenə kosinus x bərabərdir 0. Bu üçü xüsusi haldır. Bunların üçünü də yenə çevrə üzərindən deyim istəyirsiniz sizə. Kosinus 0'da 1 alırdı, 90'da 0 alırdı, 180'də -1 alır, 270'də 0 alırdı. Deməli, müəllimə kosinus 1'i 0 dərəcədə alır. Bir də qayıdıb özünə gələndən sonra aldığına görə 0 üstə gəlinsin 2 pk. Mən yazacağım ki, x bərabərdir 2 pk'da alacaq. Daha sonra -1'i harda alır? -1'i pi-də alır, fikir versəz 180'də. Bir də 360'dan sonra aldığına görə pi üstə gəlinsin 2 pk'da yazacağım. 0'ı fikir versəz kosinus 90 dərəcədə alır. Amma bir də 180'dən sonra aldığına görə periodu burada pk yazacağım. Bu mənim kosinus x funksiyamın xüsusi halları. Tangens x üçün xüsusi hallar yoxdur. Kotangens x üçün də xüsusi hallar yoxdur. Sadəcə tangens x bərabərdir A tənliyi ilə -A tənliyinə baxacağıq uşaqlar. Tangens x A-nı harda görsəz, x bərabərdir arc tangens A, üstə gəlinsin periodumuz pk'dır. Mənfini görsəz, ən sadəsi budur. -arc tangens A, üzərinə gəlinsin yenə pk yazacağım. Bir də kotangens x tənliyi var. Kotangens x bərabərdir A tənliyi var. Bir də kotangens x bərabərdir -A tənliyi var. Uşaqlar, kotangens x-də da A-nı görsək, arc kotangens A üstə gəlinsin pk yazacaq period. Amma arc kotangens funksiyasında mənfi olanda pi-dən çıxdığımıza görə mənfi görəndə pi minus arc kotangens A üstə gəlinsin pk yazacağıq. Yəni, mənim bu mövzuda sadə trigonometrik tənliklər mövzusunda danışacağım ancaq bu suallar olacaq. Bunları biliriksə, inşallah ki, bizə asan olar. İndi başlayaq sualların özünə. Məsələn, bir nömrəli suala baxaq. Bir nömrəli sualı necə analiz eləyəcəyik gənclər? Deyir 2 kosinus x bərabərdir 1. Mən buradan kosinus x-i tapsam, bərabərdir 2'də 1 yazaram. Şakir də deyir ki, müəllimə, bayaqlar dedik ki, kosinus x tənliklərinin həlli plus minusdan başlayacaq. 2'də 1'i 60 dərəcədə alacaq. Pi bölünsün 3, üstə gəlinsin bizim periodumuz 2 pk'dır. Yəni, plus minus pi bölü 3 üstə gəlinsin 2 pk y olacaq. Amma sinus x bərabərdir. Mən buradan sinus x-i taparam. 1 bölünsün 2 yazaram. Sinus x tənliklərinin həlli müəllimə -1 üstü deriz k-dan başlayır. 2'də 1'i 30 dərəcədə alır. Pi bölünsün 6. Bunun periodu isə
pikadır. Uşaqlar, yadımızda saxlayırıq ki, yalnız kosinus x-da periodumuz 2 pikadır. Qalan sinus, tangens, kotangesdə hamısında periodu pika ilə təyin edirik. 3 nömrəli sualda buradan tangens x-i tapsam bərabərdir. 0-ın üstünə kökdə 3 gəlib kökdə 3 yazaram. Uşaqlar, tangens kökdə 3'ü harda alır? Tangens kökdə 3'ü 60 dərəcədə alır. Mən yazacağım x bərabərdir pi bölünsün 3, üzərinə gəlinsin pi k. Ən kiçik müsbət dövrü deyəndə k-ya biz 0 veririk. K burada tam ədəddir. Bəyəxlar demək yadımdan çıxdı. K tam ədəddir. K-ya 0 verəcəyik, x bərabər eləyəcək pi bölünsün 3. Cavab A variantı. Və yaxud buradan tangens x funksiyasını tapsam, tangens x funksiyası bərabərdir. 0-dan 1 çıxaram, -1. Bölərəm kökdə 3'ə. Cavab eləyəcək -1 bölünsün kökdə 3. Tangesdə x bərabərdir. Mənfi olanda elə qarşısına mənfi yazırdıq. 1 bölünsün kökdə 3'ü 30 dərəcədə alır. Yəni pi bölünsün 6. Üzərinə gəlinsin pi k. A variantı. Amma kotangens x də mənfi olanda nə edirdik? Buradan yazırdıq kotangens x bərabərdir. 0-dan 1 çıxıb -1 bölünsün kökdə 3 yazırdıq. X bərabərdir. Kotangesdə mənfi olanda gənclər pi-dən çıxırdıq. 1 bölünsün kökdə 3'ü də 60 dərəcədə alırdı. Pi bölünsün 3'də. Üzərinə gəlinsin pi k. Pi-dən də pi bölünsün 3'ü çıxanda 3'də 2 pi eləyəcək. Üzərinə gəlinsin pi k. Ümid edirəm ki, nə demək istədiyim aydındır Y variantı. Və yaxud buradan yazacağım ki, kotangens x bərabər eləyəcək uşaqlar kökdə 3 bölünsün 3. Yenə eyni qaydada kotangens kökdə 3 bölünsün 3'ü harda alır? 60 dərəcədə alır. Biz yazacağıq pi bölünsün 3. Üstə gəlinsin pi k. A variantı. 8 nömrəli suala fikir versəz, hasil ümumiyyətlə 0'dırsa vuruqlar ayrı-ayrılıqda 0'a bərabərdir uşaqlar. Mən də yazacağım ki, tangens x-in 0 olduğu hər ikisini yazacağım. Gəl buradan yazaq. Buradan yazaq tangens x bərabərdir 0. Tangens 0'a harda alır uşaqlar? Tangens üzü sinus bölünsün kosinus olduğuna görə sinus 0'a harda alırsa tangens də 0'a orada alır. Sinus da 0'a harda alacaq? Pi k'da. Deməli tangens x bərabərdir 0'ı pi k'da alacaq. Digər tərəfdən uşaqlar tangens 2x bərabərdir 0 verilib. Onda x də bərabərdir 2x bərabərdir. Argumentim 2x olduğuna görə yenə 0'ı pi k'da alır. Amma bu səfər x'i tapmaq lazım olduğuna görə pi k bölünsün 2 yazacağım. Bəs müəllimə mən hansını götürüm? X bərabərdir pi k'nı götürüm, yoxsa x bərabərdir pi k bölünsün 2'ni götürüm. Uşaqlar, tangensin açılışı necədir? Sinus bölünsün kosinus deyil. Kosinus harda 0 olur? Kosinus 90 dərəcələrdə 0 olur. Axı kosinus 90 dərəcələrdə 0 olduğuna görə məxrəc 0 ola bilməz, 0'a bölmə yoxdur. Ona görə pi k bölünsün 2'ləri mən götürə bilməyəcəyəm. Yalnız cavab pi k'ları götürəcəyəm, yəni pi n'ləri. Ümid edirəm ki, nə demək istədiyim aydındır. Gəlirəm 9 nömrəli suala. Mənfi pi bölü 2 ilə 0 4-cü rübdə. 4-cü rübdə tangens mənfi qiymət almalıdır, amma müsbət qiymət alıb. Ona görə həlli yoxdur. Cavab B variantı. Gəlirəm 11 nömrəli suala. Aşağıdakılardan hansının həlli yoxdur? Məsələn, bu sinus 2 alfanın açılışıdır. A variantı. Sinus 2x mənfi 6 bölünsün 7 ola bilər. Mənfi 1 ilə müsbət 1'in arasında olmalıdır uşaqlar. Məsələn, buraya bir dənə 2 yazaram. Düstur olması için burada 2 yazaram. Bu eləyəcək sinus 2x artıq. 6'nı 4'e bölsəm mənfi 1,5. Axı sinus mənfi 1,5'də təyin olunmayıb. Ona görə C variantının həlli yoxdur. Və yaxud uşaqlar, bu tənliyin həllini biz bilirdik. İstisna vəziyyət idi. A sinus kx üstə gəl B kosinus kx funksiyasının ən böyük və ən kiçik qiyməti 3'ün kvadratı üstə gəlinsin 4'ün kvadratı idi. Bu da eləyəcəkdi plus minus 5 Y variantı. 14 nömrəli sual OTK-ya düşmüşdü. Buraxılış sualı kimi. Mən kosinus bettanı keçirərəm sol tərəfə. Keçirəndən sonra gənclər kosinus alfa çıxılsın, kosinus betta qalır. Bərabərdir 0. Bu düsturun da açılışı necə idi? Mənfi 2 dənə sinus alfa üstə gəlinsin, betta bölünsün 2. Vurulsun sinus alfa minus betta bölünsün 2. Bərabərdir 0. Mənfi 2'yə bölsəm hər tərəfi gedəcək. Getdikdən sonra gənclər, hasil 0'dırsa vuruqlar ayrı-ayrılıqda 0 olmalıdır. Buradan yazacağıq ki, alfa plus betta böl 2. Sinus 0'ı harda alır müəllimə? Pi k'da alır. Yazdım. Digər tərəfdən buradan yazacağım alfa minus betta bölünsün 2. Burada da sinus 0'ı harda alır? Pi k'da. Uzaq başı belə verə bilər. Alfa plus betta bərabərdir 2 pi k. Digər tərəfdən də verə bilər ki, alfa minus betta bərabərdir 2 pi k. Hər ikisinin həlli B variantı kimi verə bilər. 15'i özünüz yazarsınız. Mən 16 nömrəli sualı yazım. Hansı düstura bənzəyir müəllimə? 4'ü mən 2 vurulsun 2 kimi yazsam, sinus 2 alfanın düsturuna... ekran getdi. Sinus 2 alfanın düsturuna bənzəyir. 4'ü yazacağım uşaqlar 2 vurulsun 2 şəklində. Onda bunun bu hissəsi sinus 2 alfanın açılışı olar. Yəni 2 vurulsun sinus x bölü 2'ni 2'yə vursam sinus x eləyər bərabərdir 1. Sinus x bərabərdir 2'də 1 tənliyinin həlli lazımdır mənə. Mənfi 1 üstündə k yazırdıq. 2'də 1'i 30 dərəcədə alırdı. Bizim periodumuz pi k idi.
və yaxud 18 nömrəli suala baxaq. Bu səfər arqumentimiz mürəkkəb ədəd olduğuna görə arqument bərabərdir. Kotanges mənfi 1'i. Kotanges 1'i pi bölü 4'də alır. Mənfi olanda pi'dən çıxırdıq. Üzərinə gəlinsin pk yazırdıq uşaqlar. Pi bölünsün 4'lər gedəcək buradan. 3x bərabərdir. Pi üstə gəlinsin pk yazacağıq. Hər tərəfi də 3'ə bölsəm pi bölünsün 3 üstə gəlinsin pk bölünsün 3 yazacağıq. Hansı variantdır? A variantı. Eyni zamanda 19 nömrəli sual da eyni suallardan da siz həll eləyərsiniz. 20 nömrəli sual da əslində eyni sualdır. 20 nömrəli sualda kotanges x bölünsün 2 minus pi bölünsün 2. Yenə kotanges 1'i pi bölünsün 4'də alır. Amma mənfi olduğuna görə pi'dən çıxacağıq. Pi bölünsün 4. Üstə gəlinsin pk yazacağıq. Uşaqlar gəlin belə yazaq. X bölünsün 2. Bu pi bölü 2'dən pi bölünsün 4'ü çıxsam. Bu pi ilə işim yoxdur. Qalacaq pi bölünsün 4. Üstə gəlinsin pk. Yenə x bölünsün 2 bərabərdir müəllimə. 4'də 5 pi eləyəcək. Üzərinə gəlinsin pk. Hər tərəfi də 2'yə vursam x bərabərdir 5 pi bölünsün 2. Üzərinə gəlinsin 2 pk olacaq. Harada səhv eləmişəm? Eləmişəm. Kotanges x bölü 2 minus pi bölü 2 bərabərdir pi minus pi bölünsün 4. Elə pi bölü 4 alınır da buradan. Mən niyə belə yazmışam ki? Mən niyə belə yazmışam axı? Niyə belə yazmışam? X bölü 2, pi'dən pi bölünsün 4'ü çıxsam pi bölü 4 eləyər. Pi bölü 2'dən də pi bölü 4 çıxsam yenə pi bölü 4 eləyər. Üstə gəlinsin pk. Hər tərəfi 2'yə vursam uşaqlar pi bölünsün 2, üstə gəlinsin 2 elhamdülillah 2 pk eləyəcək. Hansı variant eləyir? C variant eləyir. Sonra gəlirəm 21 nömrəli suala. Keçirəcəyəm sol tərəfə. Yazacağım sinus 2x kosinus 3x çıxılsın sinus 3x kosinus 2x. O da bərabərdir 0 yazacağım uşaqlar. Bu da sinus alfa minus beta'nın açılışıdır. Sinus 2x'dan 3x'i çıxsam mənfi x eləyər. Bərabərdir 0. Mənfiyə vursam hər tərəfi müsbət eləyəcək. Sinus 0'ı harda alır? Pk'da alır. 23 nömrəli sualda hasil 0'dırsa vuruqlar ayrı-ayrılıqda 0 olmalıdır. Birinci buradan yazacağıq kotangens x bərabərdir 0. Digər tərəfdən yazacağım sinus x bərabərdir 0'dan 2 çıxsam mənfi 2. Sinus mənfi 2 də təyin olunmayıb. Ona görə həlli yoxdur. Kotangens x bərabərdir 0 tənliyinin həlli. Kotangens uşaqlar kosinus bölünsün sinus olduğuna görə kosinus'un 0'da aldığı qiymətləri alır. Yəni pi bölünsün 2 üstə gəlinsin pk'da alacaq. Hansı variantdır? A variantı. 25'i yazaq. Buradan sinus x bölünsün 2 bərabərdir. 0'dan 1'i çıxaram. Mənfi 1 bölərəm qarşısındakı əmsala. Mənim argumentim x bölü 2'dir. Bərabərdir. Sinusda mənfi olanda mənfi 1 üstü k plus 1 yazırdıq. 2'də 1'i alırdı 30 dərəcədə. Yəni pi bölünsün 6. Üzərinə gəlinsin pk yazıram. Və mən x bölü 2'ni tapmışam. Amma x'i tapdığım üçün hər tərəfi 2'yə vuraram. Mənfi 1 üstü k plus 1. Pi bölü 6'nı 2'yə vursam pi bölü 3. Üstə gəlinsin 2 pi k eləyəcək. Variant D variantı. Sonra gələk növbəti suala. Gəlin mən bunu burada yazmayayım. Hamısını digər səhifədə yazım. Növbəti sual hansı yazırdım? 26'nı yazırdım səhv eləmirəmsə. 26 nömrəli sual deyir ki, buradan kosinus 2x'i tapsam uşaqlar, 0'dan kökdə 3 çıxıb mənfi kökdə 3 bölünsün 2 yazaram. Argument 2x olduğuna görə argument bərabərdir. Kosinusda mənfi olanda pi'dən çıxırdıq. Kökdə 3 bölünsün 2'ni 30 dərəcədə alır. Yəni pi bölünsün 6. Üzərinə gəlinsin 2 pk yazırdıq. Buradan 2x bərabərdir. Pi'dən pi bölünsün 6'nı çıxsam, plus minusu da var. Bu da eləyəcək plus minus 6'da 5 pi. Üzərinə gəlinsin 2 pk. Uşaqlar biz 2x'i tapmışıq. Amma bir dənə x'i tapdığımız üçün hər tərəfi 2'də 1'ə vuracağıq. Yəni plus minus 5 pi bölünsün 12 yazacağım. Üzərinə gəlinsin pk eləyəcək cavabımız. Ümumiyyətlə sinus x bərabərdir 0,9. Hər bir funksiya bir qiyməti 2 dənə bucaqda alır uşaqlar. Məsələn, mən sizə desəm ki, 28. Mən sizə desəm ki, sinus x bərabərdir 2'də 1'i harda alır? Sən bucağı soruşacaqsan məndən. Çünki bir 30 dərəcədə alır, bir də 150 dərəcədə alır. İndi sizə 30 dərəcə 2'də 1 verməyib ki, sırası tapa biləsiniz. 0,99 alıb, fərqi yoxdur, yenə 2 qiymətdə alacaq. 30 nömrəli suala fikir versəz, komple misal sinus alfa minus beta'nın açılışıdır. 7x-dan 5x çıxaram 2x bərabərdir 2'də 1. Argument bərabərdir mənfi 1 üstündə k yazırdıq. 2'də 1 30 dərəcədə alırdı. Periyodumuz pi k idi. Hər tərəfi 2'yə bölsəm mənfi 1 üstü k yazırdıq. Pi bölünsün 12. Üzərinə gəlinsin pi k bölünsün 2. Belə bir cavab var.
Belə bir cavab olar yəqin, səhv yoxdur. Sonra gəlirəm buradan cosinus x bərabərdir. 1 bölünsün kökdəki yazırdıq. Cosinus x ilə 1 bölünsün kökdəkini plus minus pi bölünsün 4 üzərinə gəlinsin 2 pi kd alırdı uşaqlar. Sonra gəlirəm 34 nömrəli suala. 34 nömrəli sual qəşəng sualdır. Diqqətlə qulaq asaq. Biri yazıram sinus 8x, biri yazıram sinus 16x bərabərdir 0. Yenə hasil 0-dırsa vuruqlar ayrı-ayrılıqda 0 olmalıdır. Buradan 8x bərabərdir. Sinus 0-ı pi kd alır. X bərabərdir pi k bölünsün 8 yazaram. Buradan 16x bərabərdir. Sinus 0-ı yenə pi kd alır. X bərabərdir pi k bölünsün 16 alır. Bəs müəllimə mən hansı cavabı götürüm? Bu tangens kimi deyil ki, uşaqlar. Deyim birində təyin olunub, birində təyin olunmayıb. Burada baxırsan ki, hansı digərinin alt çoxluğudur. Şagirdlər hər zaman deyir ki, müəllimə kiçiyi nə cavab olaraq ümumilikdə götürürük. Əslində elə yanaşmaq o qədər də düzgün deyil. Biz gətirib k-ya qiymət verməliyik. K-ya biraz 1 versəm, burada eləyəcək pi bölünsün 8, burada eləyəcək pi bölünsün 16. K-ya 2 versəm uşaqlar, bu eləyəcək pi bölünsün 4, bu eləyəcək pi bölünsün 8. 3 verməyim, ixtisar getmir. K-ya 4 verim. Bax, 3 də verə bilərəm. Prosto 4 də verirəm. Bu da eləyəcək 4 versəm pi bölünsün 2. 4 versəm eləyəcək pi bölünsün 4. Yəni, demək istəyirəm ki, buradakı bütün ifadələrin hamısını burada alacağım. Yəni, pi k bölünsün 8 özü pi k bölünsün 16-nın alt çoxluğudur. Ona görə cavabı pi k bölünsün 16 götürəcəyik və yaxud pi m bölünsün 16. Uşaqlar, 36 nömrəli sualı necə həll edirik? Kosinus kvadratı x bərabərdir 1 verib. Əslində bunun həllər yolu müxtəlifdir. Dərəcəni aşağı salmadan da yaza bilərsiniz. Bir dəfə müsbət, bir dəfə mənfi birlə də yaza bilərsiniz. Amma ən gözəl üsulu nə idi? Sinus kvadratı x üzərinə gəlinsin. Kosinus kvadratı x əsas eynilikdən 1 deyil. Burada kosinusa 1 versəm, sinus hər zaman 0 edir. Deməli, kosinus kvadratı x bərabərdir 1-i həll etməkdənsə, sinus x bərabərdir 0-ı həll edib birbaşa cavabı çıxıb pi k yaza bilərəm. Yəni, digər əməliyyatlara ehtiyac yoxdur. Yenə deyirəm, dərəcəni aşağı salma düsturundan da yaza bilərsiniz. 1 üstə gəlinsin, kosinus 2x bölünsün 2 bərabərdir, nə bilim, 1 yazarsan. 2-ni 1-ə vuraram 2, kosinus 2x bərabərdir. 2-dən bu 1-i çıxıb 1 yazaram. Kosinus 1-i 2 pi k-da alır uşaqlar. Hər tərəfi də 2-yə bölsəm, yenə pi k. Belə də yaza bilərsiniz, amma birbaşa cavaba. Və yaxud sinus kvadratı x bərabərdir 1-i alanda kosinus x bərabərdir 0 alır. Kosinus x da 0-ı harada alacaq? Alacaq pi bölünsün 2 üstə gəlinsin pi k-da. Ümid edirəm ki, aydındır. 38 nömrəli suala fikir versəz, sinus kvadratı x üstə gəl kosinus kvadratı x 1 eləyər. 1 bərabərdir kosinus 2x yazarıq. Buradan arqument bərabərdir. Kosinus 1-i harda alır? 2 pi k-da alacaq. X də bərabər eləyəcək pi k-da gənclər. D variantı. Sonra gəlirəm 39 nömrəli suala. Yenə eyni sualda keçirsəm sol tərəfə. Mən 40-ı yazım. 1 çıxılsın tangens x, digər tərəfdən vurulsun kosinus x bərabərdir 0 yazaram. Hasil 0-dırsa, bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Buradan tangens x bərabərdir 1 olar. Buradan kosinus x bərabərdir 0 olar. Tangens x sözü uşaqlar sinus bölünsün kosinusdur. Amma məxrəc 0 ola bilməz burada. 0-a bölmə yoxdur. Ona görə kosinus x bərabərdir 0 tənliyini həll eləmirəm. Yalnız pi bölünsün 4 üstə gəlinsin pi k-nı həll eləyirəm. B variantı. Və yaxud 41 nömrəli sualda necə həll eləyirik? Kosinus 3x bərabərdir 0. Arqument bərabərdir. Kosinus 0-ı harda alırdı? Pi bölünsün 2 üstə gəlinsin pi k-da alırdı. Mən hər tərəfi 3-ə bölsəm pi bölünsün 6 üstə gəlinsin pi k bölünsün 3 yazaram. Ən böyük mənfi kök o deməkdir ki, k-ya gətirib mənfi 1 verəcəyəm uşaqlar. Qaralayım bunu, qüsününsün. K-ya mənfi 1 verməliyəm. Gətirib yerinə qoysam pi bölü 6 çıx. Mənfi 1 versəm mənfi pi bölü 3 eləyəcək. Bunu da 2-yə vuraram 6-ya gətirmək üçün. Yəni pi bölünsün 6 çıxılsın 2 pi bölünsün 6 eləyər. O da mənfi pi bölünsün 6 eləyəcək. Ən böyük mənfi kökümüz. A variantı. Gəlirəm 43 nömrəli suala gənclər. 43-də nə deyilir? Kosinus 3-də 2 x çıxılsın 2-də 1 gənclər bərabərdir. 0-ın üstünə 1 gəlib 1 yazaram. Arqument bərabərdir. Arqumentin belə gözəl bir ədəddir. Kosinus 1-i harda alır? 2 pi k-da alır. Mən x-i tapmalıyam buradan, tək qalmalıdır. 3-də 2 x bərabərdir. 2-də 1-i sağ tərəfə apararam. Üzərinə gəlinsin 2 pi k. Hər tərəfi 3-ə vuraram. 2x bərabər eləyəcək 1,5 üstə gəlinsin 6 pi k. Hər tərəfi 2-yə bölərəm. 0,75 üzərinə gəlinsin 3 pi k olacaq cavabımız. Y variantı yəni. Daha sonra
tangeslə olanı da qoyacaq uşaqlar. Tanges arqument bərabərdir 3x minus pi bölünsün 5 bərabərdir. Tanges 1-i harda alır? Pi bölü 4 üstə gəlinsin pi k-da alır. O da bərabərdir pi bölünsün 4-ün üzərinə pi bölünsün 5 gələrəm. Üzərinə gəlinsin pi k. 3x da bərabərdir 9 pi bölünsün 20 eləyər. Üzərinə gəlinsin pi k. Hər tərəfi 3-də 1-ə vursam 3 pi bölünsün 20 eləyəcək. Üzərinə gəlinsin pi k bölünsün 3 eləyəcək. Burası sinus 2 pi-ni atacağım. Qalacaq yalnız sinus x bərabərdir mənfi 1 tənliyi. Sinus x da mənfi 1-i harda alır? Mənfi pi bölünsün 2 üstə gəlinsin 2 pi k-da alacaq. Və yaxud 47 nömrəli sual. 47-də uşaqlar sinus x ilə kosinus x yan yana gəlibsə düstur olması üçün 2 yazıram. Sol tərəfimiz sinus 2 alfanın açılışıdır. 4 ilə 2 ixtisar getsə kökdə 3 bölü 2 qalacaq. Arqument bərabərdir mənfi 1 üstündə k yazırdıq. Kökdə 3 bölü 2-ni 60 dərəcədə alırdı. Üzərinə gəlinsin periyodumuz pi k idi. Hər tərəfi 2-yə bölsəm, mənfi 1 üstündə k, pi bölünsün 6. Üzərinə gəlinsin pi k bölünsün 2 eləyəcək. Hansı variantdırsa bilmirəm. Onu da siz seçərsiniz. Deyəsən B variantıdır. Elə burada x bərabərdir pi bölünsün 6 eləyəcək. Mənfi 1 üstü k, pi bölünsün 6 özü verib cavabı. Gəlirəm 50 nömrəli suala. 50 nömrəlidə kosinus 2x bərabərdir 4a yazılıb. Kosinus ümumiyyətlə hansı aralıqda təyin olunub? Mənfi 1-dən müsbət 1. Yəni mənfi 4-də 1 yazacağım. Kiçik bərabərdir a, kiçik bərabərdir müsbət 4-də 1 və hər ikisini də alır. Sonra gələcəyəm 52 nömrəli suala. 52-də sinus 40 dərəcə ilə kosinus 50 dərəcə deməkdir uşaqlar. Buraya yazaq kosinus 50 dərəcə. Bunlar gedəcək. Qalacaq 2 kosinus 3x bərabərdir 0. Buradan kosinus 3x bərabərdir 0, 2-yə bölsəm 0 yazaram. Kosinus 0-ı harda alır? Pi bölünsün 2 üstə gəlinsin 2 pi k-da alacaq. Hər tərəfi də böləcəyəm. 0, 2 pi k-da alınır uşaqlar. Pi k-da alır. Silinmədi ki. Pi k-da alır. 3-ə də bölsəm hər tərəfi pi bölünsün 6 üstə gəlinsin pi k bölünsün 3-də alacaq. Və yaxud 53 nömrəli sual da fərqli sualda yazım. Kosinus 2x bərabərdir. Tangens 135 dərəcəni 90 üstə gəlinsin 45 yazaram. Buradan kosinus 2x bərabərdir. Tangens 90-da kotangensə çevirilənir. İkinci rübdə mənfidir. Mənfi kotangens 45 dərəcə. Yəni demək istəyirəm ki, mənfi 1 alacaq. Kosinus mənfi 1-i harda alır? Pi üstə gəlinsin 2 pi k-da alır. Hər tərəfi də 2-yə bölsəm pi bölü 2 üstə gəlinsin pi k yazacağım. Sonra gəlirəm 55 nömrəli sual. Argumenti 2 ilə 1 x-dır. Bərabərdir 2 ilə 1-i mənfi 1 üstü k. 30 dərəcədə alır üstə gəlinsin pi k. Hər tərəfi 2-yə vursam mənfi 1 üstü k pi bölünsün 3 üstə gəlinsin 2 pi k olacaq cavabımız. Bu da bizim cavabımız. Sonra 58 nömrəli suala baxaq. 58-də kosinus 2 alfanın açılışıdır, elə deyil. Kosinus 2x bərabərdir 2-də 1. Argument bərabərdir. Kosinus tənliklərinin həlli plus minus nə olur? 60 dərəcə pi bölü 3 üstə gəlinsin 2 pi k yazardıq. Hər tərəfi 2-yə bölsəm x bərabərdir plus minus pi bölünsün 6 üstə gəlinsin pi k pi n yazarıq. Və yaxud 59 nömrəli sualda yenə bayaqki düstur. Bura bir dənə 2 yazıb, bura 2 yazaram ki, düstur olsun. Sinus 4x bərabərdir 2-də 1 olar. Argument bərabərdir. Sinus 2-də 1-i mənfi 1 üstü k 30 dərəcədə alır. Üzərinə gəlinsin pi k. Hər tərəfi də 4-ə bölsəm mənfi 1 üstü k. Pi bölünsün 24. Üzərinə gəlinsin pi k bölünsün 4 yazaram. Bu da bizim cavabımız eləyər. 60 nömrəli suala baxsaq. Tangens pi bölünsün 3 üstə gəlinsin x bərabərdir mənfi kökdə 3 yazaram. Argument bərabərdir. Tangens mənfi kökdə 3-ü 60 dərəcədə alır. Mənfi 60 dərəcə. Üstə gəlinsin pi k. Buradan x bərabərdir mənfi pi bölü 3 çıx pi bölü 3. Mənfi 2 dənə pi bölünsün 3. Üstə gəlinsin pi k yazacağıq. Sonra gəlin 61-i də yazım, 62-ni də yazım. 61-də kotangens yazacağıq. Pi bölünsün 3 üstə gəlinsin x bərabərdir mənfi kökün altında 3 bölünsün 3. Argument bərabərdir. Kotangesdə mənfi olanda pi-dən çıxacaq. 60 dərəcədə alırdı. Üzərinə gəlinsin pi k. Pi-dən pi bölünsün 3-ü çıxsam uşaqlar neçə eləyəcək? 2 pi bölünsün 3 eləyəcək. 2 pi bölü 3-dən də pi bölünsün 3-ü çıxacağım. Yəni ümumilikdə cavab qalacaq pi bölünsün 3. Üstə gəlinsin pi k qalacaq. Və yaxud buradan 62 nömrəli sualı yazacağım. Argument bərabərdir. Mənfi 1-i alacaq pi üstə gəlinsin 2 pi k-da uşaqlar. Sonra yazacağım ki 3 pi-dən çıxacağım. Bəli, pi-dən çıxacağım. 2x bərabərdir. Pi-dən çıxacağım 3 pi bölünsün 2-ni. O da neçə eləyəcək? 1,5 pi-də, yəni bir dənə pi-dən 1,5 pi-ni çıxacağım. Mənfi 0,5 pi. Üzərinə gəlinsin 2 pi k. Burada da mənfi var idi. Hər tərəfi də 2-yə bölsəm
0,5 pi idi. Bəli. Hər tərəfi də 2-yə bölsəm pi bölünsün 4 eləyəcək. Üzərinə gəlinsin pi k eləyəcək. Cavab hansı variantdır deyəsən B variantıdır. Sonra gəlim növbəti suala. Növbəti sual ekran açılsın. Baxaq görək nə gözləyir bizi. 63 özünüz yazarsınız uşaqlarda. Bunlar sadə suallardır. Sinus və yaxud 64-ü yazaq. X üstə gəlinsin pi bölünsün 3. Yenə mənfi 1-i pi üstə gəlinsin 2 pi k-da alır. Pi-dən pi bölünsün 3-ü çıxsam 3-də 2 pi eləyəcək. Üstə gəlinsin 2 pi k. Sinus pi də öz adında qalacaq. 3-cü rübdə mənfidir. Mənfi sinus x eləyəcək. Kosinus pi bölünsün 3-də 2-də 1 alar. Bu mənfini buradan silib bura verərəm. Yəni sinus x bərabərdir mənfi 1 tənliyinin, mənfi 2-də 1 tənliyinin həlli. Mənfi 1 üstü k plus 1 pi bölünsün 6 eləyəcək. Eyni zamanda 68 fərqli suala baxaq çox şükür. 2 dənə kosinus x üzərinə gəlinsin kökdə 3. 3 pi-dən 2 pi-ni ataram. Yerdə qalacaq sinus pi. Elə deyilmi? Sinus pi qalacaq. Buradan da yazacağım 2 dənə kosinus x. Sinus pi-də 0 alar. 0-dan kökdə 3 çıxıb mənfi kökdə 3 yazaram. Buradan kosinus x bərabər eləyər mənfi kökün altında 3 bölü 2. Kosinus da mənfi olanda pi-dən çıxırdıq. 30 dərəcədə alırdı. Üzərinə gəlinsin 2 pi k. Bu da eləyəcək plus minus 6-da 5 pi. Üzərinə gəlinsin 2 pi k. Variant B olur. Gəlirəm 70 nömrəli sual. Buraxılış sualına. Buradan yazacağım kotangens mənfi x bölü 2 çarpaz vurulacaq uşaqlar. Yəni tangens 21 vurulacaq tangens. Tangens 69-a. Tangens 69 kotangens 21 deməkdir. Yəni bu kotangensin qul metnindəki mənfini də qarşıya çıxarsam x bölünsün 2 qalar. Tangesi kotangensə vursam 1 eləyər. Bu mənfini də buradan silib bura verirəm. Argument bərabərdir. 1-i pi bölünsün 4-də alır. Amma mənfi olanda kotangesdə pi-dən çıxırdıq. Üzərinə gəlinsin pi bölünsün 2 eləyər. X bölü 2. Pi-dən pi bölünsün 4-ü çıxsam 4-də 3 pi üzərinə gəlinsin pi k eləyər. Hər tərəfi 2-yə vursam 3 pi bölünsün 2 üzərinə gəlinsin 2 pi k eləyəcək. Və yaxud kosinus kvadratı pi bölünsün 4. Sinus kvadratı pi bölünsün 4. Bunlar eyni ifadə deməkdir də, elə deyil. Və yaxud da ki, belə də analiz edə bilərəm. Kosinus kvadratı pi bölünsün 4, çıxılsın sinus kvadratı pi bölünsün 4. Üstə gəl kökdə 3 bölü 2. Bu kosinus 2 alfanın açılışıdır. Yəni kosinus pi bölü 4-ü 2-yə vursam pi bölü 2. Bu 0 eləyər. Yalnız qalır sinus 3x bərabərdir. Kökün altında 3 bölünsün 2. Argument bərabərdir. Mənfi 1 üstündə k yazaram. 60 dərəcədə alır pi bölü 3 üstə gəlinsin pi k. Hər tərəfi də 3-ə bölsəm mənfi 1 üstü k pi bölünsün 9 üstə gəlinsin pi k bölünsün 3. Onda cavablardan siz seçərsiniz. Bu tangens 2 alfanın açılışıdır. Yəni kosinus 6x bərabərdir. Tangens pi bölü 8-i 2-yə vursam pi bölü 4 eləyər. Bu da kosinus 6x bərabərdir 1 tənli idi. 6x bərabərdir 1-i 2 pi k-da alır. Hər tərəfi də 6-ya bölsəm, 2 pi k-nı 6-ya bölsəm, pi k bölünsün 3 eləyər. Variant A variantı. Bu sinus alfa minus bettanın açılışıdır. 5x-dan 3x çıxaram. Sinus 2x bərabərdir 2-də 1 tənliyi. Uşaqlar, argument bərabərdir. Mənfi 1 üstündə k. 2-də 1-i 30 dərəcədə alır. Pi bölü 6 üstə gəlinsin pi k-da. Hər tərəfi 2-yə bölsəm, mənfi 1 üstündə k. Pi bölünsün 12. Üstə gəlinsin pi k bölünsün 2-də alacaq. Sonra, gələk növbəti səhifəyə. Neçədən sualdır burada? Artırıblar deyəsən. Gəlirəm 75 nömrəli suala. Mən buradan kosinus pi bölü 2-də uşaqlar sinusa çevirilənəcək. Böyle birbaşa yazaq. Sinusa çevirilənəcək. Olacaq sinus x. Birinci növbədə müsbətdir. Kökdə 3 bölünsün 2 qalacaq. Yəni sinus x kökdə 3 bölünsün 2-ni harda alacaq? 60 dərəcədə. Mənfi 1 üstü k. Pi bölünsün 3 üstə gəlinsin pi k olacaq. Və yaxud 76 nömrəli sualda yazacağım ki, sinus x bərabərdir. Kotangens 17 vurulsun. Tangens 73-ü də tangens 17 yazaram. 90-dan 73 çıxsam. Bu 1 eləyər. Sinus x bərabərdir 1 tənliyinin həlli necə idi? X də bərabərdir pi bölünsün 2. Üstə gəlinsin 2 pi k-da alırdı uşaqlar. Sonra bu, nə deyim buradan? Bunu keçirsəm sol tərəfə. Misal belə qalar. Sinus x bərabərdir. Kosinus kvadratı 12 üstə gəlinsin sinus kvadratı 12. 12. Çıxılsın 2-də 1. Bu 1 eləyər. 1-dən 2-də 1 çıxsam sinus x bərabərdir elə 2-də 1 qalacaq. Sinus x bərabərdir 2-də 1 tənliyinin həlli 30 dərəcədə alır. Üzərinə gəlinsin pi k olacaq. Sonra gəlirəm, hansını gəlirəm? Sinus x bərabərdir buradan.
Bu sinus 2 alfanın açılışıdır. Pi bölünsün 12'ni 2'yə vursam pi bölünsün 6 eləyər. Ən kiçiyimiz elə pi bölünsün 6 eləyəcək. Və yaxud bu kosinus 2 alfanın açılışıdır. Kosinus 2x bərabərdir a çıxılsın 3. A çıxılsın 3 sən demə. Kosinus hansı aralıqda təyin olunub? Qoy buradan yazdım, lövhə dondu. Kosinus 2x bərabərdir a minus 3. A minus 3 müəllimə mənfi 1-dən müsbət 1-də təyin olunub. Mənfi 1-in üstünə 3 gələrəm 2, 1-in üstünə 3 gələrəm 4. Yəni 2 ilə 4 aralığı parçadan danışacağıq uşaqlar. 83 nömrəli suala gəlim. 83-ü bu tərəfdən yazaq. Düzdürmü? 83 biraz maraqlı sualdır. Sinus 2x üstə gəlinsin 1 var burada. Digər tərəfdən sinus 2x minus 1 var. Bərabərdir 0. Mən nə edirəm? Hasil deyir ki, bunları ayrı-ayrılıqda deyim ki, 0-a bərabər edeyim. Deməli, sinus alfa minus sinus betadan gedəcəyim. Düsturumuz necə idi? 2 dənə sinus alfa minus beta bölü 2. Mən birbaşa yazmaq istəyərdim, yaxşı yazmayayım. Çıxsam 2x minus 1-i qarşıdakı mənfiyə görə plus 1 bölü 2. Vurulsun kosinus 2x üstə gəl 1, üstə gəlinsin 2x minus 1 bölünsün 2 bərabərdir 0 uşaqlar. 2-yə vursam gedəcək, 2x-lar gedər. 1 üstə gəl 1, 2, 2-ni 2-yə bölsəm burada sinus 1 qalacaq. Vurulsun kosinus 1-lər gedər. 2x-in üstünə 2x gələrəm. 4x 2-yə bölsəm 2x qalar 0. Sinus 1 ədəddir. Böldüm getdi. Deməli, yalnız bunu həll eləyəcəyəm. 2x bərabərdir. Kosinus 0 alırdı. Pi bölünsün 2 üzərinə gəlinsin pi k-da. Hər tərəfi də 2-yə bölsəm pi böl 4 üstə gəlinsin pi k bölünsün 2 ilə təyin olunacaq. Gələk maraqlı suallara. 84 nömrəli sual. Deməli, kotangens pi böl 2x bərabərdir kökün altında 3, 0-dan 3 aralığında qiymətləri tap deyir. Argument bərabər idi gənclər. Kotangens kökdə 3-ü alırdı 30 dərəcədə. Yəni pi bölünsün 6. Üzərinə gəlinsin pi k. Pi getdim. Hər tərəfi də 2-yə vursam 12-də 1 eləyər. Üzərinə gəlinsin. Hər tərəfi neçəyə vurdum? 12-yə. 2k. Bax, 0-dan 3 arasında bizə qiymətləri istəyirsə, k-ya gətirib qiymət verirəm. Mən k-ya gətirib birinci ehtimalda mənfi vermirəm, çünki bu aralıqda mənfi yoxdur. Mən k-ya gətirib birinci aralıqda 0 versəm, x bərabərdir 12-də 1 eləyər. Bax, burada 0 verirəm. 12-də 1 bu aralığa daxildirmi? Bəli, müəllimə. K-ya gətirib 1 versəm uşaqlar, 12-də 1 üstə gəlinsin 2 vur 1 olar. Yəni 2 tam 12-də 1. Bu aralığa daxildirmi? Bəli. K-ya 2 versəm artıq 12-də 1 üstə gəl 2-ni 2-yə vuraram 4, 4 tam 12-də 1 eləyər. Artıq o aralığa daxil deyil. Ona görə 2 dənə qiymət daxil olacaq. Variant A variantı. Burada da 1 üstə gəlinsin tangens x bərabərdir 0. Bir də kosinus x bərabərdir 0 yazaram. Bunun həlli olmayacaq. Çünki tangensin aralığına görə. Mən tangensin məxrəcində kosinus olduğuna görə buradan tangens x bərabərdir mənfi 1-ə həll edəcəyik. O da mənfi 1 pi bölünsün 4 üstə gəlinsin pi k. D variantı. Sonra gəlirəm növbəti suala. 87-ni həll edeyim, 86-dan yazdıq. Muxtasar vurma düsturu kimi açaram. Birincinin kvadratı. Üzərinə gəlinsin birinci və ikinci hasilinin 2 misli. Üzərinə gəlinsin ikincinin kvadratı. Bərabərdir sinus. 186-ya bölərəm. 30, 30-u 5-ə vuraram 150 dərəcə. Sinus kvadratı x üstə gəl kosinus kvadratı x 1-dir. Bu sinus 2 alfanın açılışıdır uşaqlar. 150 dərəcənin 90 üstə gəlinsin 60 yazaram. Sinus 90-da kosinusa çevrilir. İkinci rübdə müsbətdir. Bu eləyəcək kosinus 60 dərəcə. Buradan sinus 2x bərabərdir. Kosinus 60 dərəcə 2-də 1-dir. 2-də 1-dən biri çıxıb mənfi 2-də 1 yazaram. Argument bərabərdir. Mənfi 1 üstü k üstə gəl 1 yazırdıq. 2-də 1 30 dərəcədə alırdı. Üzərinə gəlinsin periyod pi k idi. Hər tərəfi də 2-yə vursam mənfi 1 üstü k plus 1 pi bölünsün 12 üstə gəlinsin pi k bölünsün 2. Belə bir cavab olacaq. Və yaxud 89 nömrəli suala baxaq. Tangens 2x bərabərdir. Sinus kvadratı 2x keçirdirəm bunu sol tərəfə. Üzərinə gəlinsin kosinus kvadratı 2x. Bu da tangens 2x bərabərdir 1 tənliyin həlli olar. Tangens də 1-i harda alır? Pi bölünsün 4 üstə gəlinsin pi k-da alır. X bərabərdir hər tərəfi 2-yə bölsəm pi böl 8 üstə gəl pi k bölünsün 2-də alacaq. Gələk əjdaha bir sual 90-a. Sinus pi kosinus x bərabərdir 0 tənliyi. Necə analiz edirdim mən bunu? Deyirdim ki, argument bərabərdir. Sinus 0-a harda alır? Pi k-da alır. Diqqətlə qulaq asın bu suala. Pi'lər gedəcək. Kosinus x bərabərdir k qalar. Bizə demişdik ki, k tam ədəddir, z olmalıdır. Amma kosinus x limitli bir funksiya olduğuna görə bütün ədədləri ala bilməz. Ya 1 ala bilər, ya mənfi 1 ala bilər, ya da 0 ala bilər. Deməli, mən bu 3 dənə tənliyi həll eləməliyəm. Amma biraz ağlımı işlədirəm. Kosinus x bərabərdir 1 ilə.
Kosinus x bərabərdir -1-i həll etməkdənsə, fikir verin, sinus kvadratı x üstəgəl kosinus kvadratı x əsas eynilikdən 1 deyil. Gətirib kosinusa 1 də versən, -1 də versən, 1-dən 1 çıxsan sinus 0 alır. Deməli, müəllimə, bunların ikisinin yerinə sinus x bərabərdir 0-ı həll eləyərəm. Bax, bu ikisinin yerinə. İndi əlimdə 2 dənəsi qaldı. Biri sinus x bərabərdir 0, biri kosinus x bərabərdir 0-ı həll eləməliyəm. Bunların ikisini də həll etməkdənsə, sinus 2x-in açılışı necədir? 2 dənə sinus x, kosinus x deyil. Axı, mən bunu həll eləsəm, ayrı-ayrılıqda bu da 0, bu da 0 olmalıdır. Ona görə elə bunların ikisini həll etməkdənsə, mən yalnız sinus 2x bərabərdir 0 həll eləyərəm. 2x bərabərdir sinus 0 alacaq pk-da, x də bərabərdir pk bölünsün 2 eləyəcək cavabım. Əjdaha bir sualdır, A variantı. Gələk növbəti suala. Növbəti sual 91 nömrəli sual necə analiz eləyərəm? 1 bölünsün kosinus 3x bərabərdir -1. Buradan kosinus 3x də bərabərdir -1-ə. Argument bərabərdir uşaqlar. -1-i harda alır? Pi üstəgəlinsin 2 pk-da alır. X də bərabərdir pi bölünsün 3 üstəgəlinsin 2 pk bölünsün 3 yazacağım. Sonra gəlirəm 93 nömrəli suala. Tangens alfa üstəgəlinsin bettanın açılışıdır. Yəni 5x bərabərdir 1-ə. 5x bərabərdir pi bölü 4 üstəgəlinsin pk yazarıq. X də bərabərdir pi bölünsün 20 üstəgəlinsin pk bölünsün 5 yazarıq. C variantı. 94-də demişdik ki, x-in hansı qiymətində ifadə ən kiçik qiymətini alır sözü m idi. Parametrin hansı qiymətində -b bölünsün 2a, o da -4 bölünsün 2 vur 2 -1 eləyər. Deməli, tangens x bərabərdir -1 tənliyinin həllini yazmalıyam. O da -1 bölünsün 4 üstəgəlinsin pk yazacağıq. 96 nömrəli sual qəşəng sualdır. Mən 96 üçün yazaram ki, kosinus 3x üstəgəlinsin 7,2-dən danışır. Mən yazaram ki, kosinus 3x üstəgəlinsin 72 bərabərdir -1-ə. Argument bərabərdir 3x üstəgəlinsin 72, -1-i pi üstəgəlinsin 2 pk-da alacağıq. Pi-dən 180-dən 72-ni çıxsam 3x bərabərdir 108 üstəgəlinsin 2 pk yazaram. Hər tərəfi də 3-ə bölsəm, 108-i 3-ə bölsəm 36 dərəcə düşər. Üzərinə gəlinsin 2 pk bölünsün 3 yazaram. İndi bizə 0 və 45 dərəcə arasındakı həllini soruşur. 0 ilə 45 dərəcə arasındakı həllini soruşursa, gətirib k-ya qiymət verərəm. K-ya 0 verirəm. K-ya 0 versəm, x 36 dərəcə eləyir. 36 dərəcə bura daxildirmi? Bəli, müəllimə. Neçə həlli var deyirsə, cavab olacaq 1. Amma həlli neçədir? Cavab eləyəcək 36 dərəcə. Aydın oldu da yəqin ki, nə demək istədiyim. Amma 98 nömrəli sualda nə deyilir? 98-də deyilir ki, 2 dənə kosinus 2x bərabərdir kökün altında 3. Buradan kosinus 2x bərabərdir kökün altında 3 bölünsün 2 yazaram. Argument bərabərdir plus minus kökdə 3 bölü 2-ni 30 dərəcədə alır. Pi bölü 6 üzərinə gəlinsin 2 pk. Hər tərəfi 2-yə bölsəm plus minus pi bölünsün 12 üzərinə gəlinsin pk yazaram. Gəlin dərəcəyə çevirin. Plus minus 15 dərəcə üzərinə gəlinsin 180k yazaram. Əlimdə olan budur. Bizə deyir ki, hani 98 mənfi 180 dərəcə ilə müsbət 180 dərəcə arasında neçə kökü var? Gətirib k-ya uşaqlar verərəm 0. K-ya 0 verirsəm, x bərabərdir 15 dərəcə, x bərabərdir -15 dərəcə. 2 dənə kök burada var. Gətirib k-ya 1 verərəm. X bərabərdir müsbət 15 dərəcə üstəgəl 181 olar, 195 bura daxil deyil. X bərabərdir -15 dərəcə üstəgəl 180 dərəcə, 165 dərəcə bura daxildir. Bu üçüncü kök. Gətirib maşallah k-ya -1 verərəm. X bərabərdir 15 çıx 180 -165 dərəcə ora daxildir. X bərabərdir -15 çıx 180 -195 bura daxil deyil. 2 versəm daxil olmayacaq onsuz da, bəli. 1 kök, 2 kök, 3 kök, 4 dənə kök. Cavab 4 dənə kökümüz bu aralığa daxildir. Sonra gəlirəm növbəti suala. Neçə dənə sual var ümumiyyətlə burada? Gəlirəm növbəti suala. Növbəti sual 100 nömrəli sual. 100 nömrəlini necə yazım? Yazım ki, mən bunları da yazmaq istəyərdim, ancaq 97-ni də yazmaq istəyərdim. Çünki maraqlı suallardır da. Argument bərabərdir. Sinus -1-i harda alır? Mənfi pi bölünsün 2, yəni -90 dərəcə üstəgəl 180 k-da. -90 dərəcə, başım getdi. 360-da uşaqlar. 2 pk, 360-da. Yazacağım buradan 9x bərabərdir -126, -90-dan 36-nı çıxaram. 360k eləyər. X də bərabərdir 126-nı bölsəm 14 eləyir. 3, bəli 14 eləyir, yalan danışmadımsa. Üstə gəlinsin 40k-da.
Deyir ki 0-90 dərəcə arasında həllini tap. K-ya 0 versəm x -14 eləyər, ora daxil deyil. K-ya 1 versəm -14 üstə gəl 40 eləyər, bura daxildir 26 dərəcə. Həlli 26 dərəcə eləyəcək. Düz oldu mu? Düz oldu. Qoy qələt eləmişəm. Tam eləyim. 99-u da yazım. Sinus 4x bərabərdir 1 bölünsün 2. Argument bərabərdir. -1 üstü k. 2-də 1-i alacaq 30 dərəcədə pi bölü 6. Üstə gəlinsin pi k-da yazacağım. Hər tərəfi uşaqlar neçəyə bölüm? Hər tərəfi 4-ə bölüm. -1 üstü k. Pi bölünsün 24. Üstə gəlinsin pi k bölünsün 4. Düz oldu, düz oldu. Dərəcəyə çevirək də bunları. 180-i 24-ə bölsəm neçə düşəcək? 7,5. X bərabərdir. -1 üstü k. 7,5. Üstə gəlinsin. 180-i 4-ə böləndə neçə eləyəcək? 45 dərəcə, hə? 45k. Hansı sual idi? 0 pi bölü 2 arasındakı həllini istəyir. Gətirib k-ya 0 versəm 7,5 eləyəcək. Bu bir həll. Gətirib k-ya 1 versəm -7,5 üstə gəl 45 eləyər. Bu da müsbətdir. Bu ikinci həll. K-ya gətirib 2 versəm 7,5 üstə gəl 90. Bu ödəməyəcək. -2 də versəm deyəsən ödənmir. Deyəsən 2-dən kök ödənilir. Sonra gəlirəm 100 nömrəli suala. Argument bərabərdir yazacağam. Pi k bərabər 0. Argument bərabərdir yazacağam uşaqlar. Sinus 0-ı harda alırdı? Pi k-da alırdı. Pi'lər gedəcək. Sinus bu x-dır deyirəm axı. Bu x-dır. Pi'lər gedəcək. X da bərabər eləyəcək uşaqlar. 1-i böləcəyəm 3-də 2-yə. Bu da eləyəcək 2-də 3. 2-də 3k. Sənə nə deyir? Ən kiçik natural kökünü tapmaq lazımdır. Ən kiçik natural kökünü tapmaq lazımdır deyəndə k-ya qiymət vermək lazımdır. Natural kökdə dediyinə görə k-ya mən verməliyəm minimum 2. K-ya minimum 2 verəndə bura 2-lər gedəcək. Ən kiçik müsbət kökü bu deməkdir ki, alacaq yalnız 3-ün özünü. Aydın olub nə demək istədiyim? Sonra gəlirəm növbəti sual. 101 nömrəli sual da eyni sualdandır, amma istəyirsinizsə bir dənə onu da analiz eləyək. 101-ə. Baxın, deyir ki, kosinus 3px bərabərdir 1 tənliyinin həlli verib. Mən də kosinus 3px yazaram, argument bərabərdir. 1-i alacaq 2pk-dır uşaqlar. Pi'lər gedəcək. K yenə bərabər eləyəcək. Bu x-dır. K bərabər eləyəcək. X bərabər eləyəcək 2k bölünsün 3. Burada isə k-ya 3 versəm, ən kiçik kökünü alacaq. K-nın qiymətini soruşmur ha, tənliyin özünün qiymətini soruşur. Tənliyin özünün qiymətini soruşduğuna görə gətirib k-ya qiymət verirəm. K-ya qiymət verdim 3. Amma tənliyin kökü neçə olacaq? X bərabərdir. X bərabər eləyəcək 2 qiyməti. Ümid eləyirəm ki, nə demək istədiyim aydındır. Aydındır, aydındır. Mən nə danışıram? 102 nömrəli sualdan danışıram. 102 nömrəli sualda elə bu sinus 12x-in açılışı deyil. Sinus 6-nı 2-yə vursam 12x bərabərdir. Kökün altında 3 bölü 2. Argument bərabərdir. -1 üstü k yazırdıq. Kökdə 3 bölünsün 2-ni 60 dərəcədə alırdı. Yəni pi bölünsün 3 üstə gəlinsin pi k yazacağım. Digər tərəfdən x bərabərdir -1 üstü k. Pi bölü 2 12-yə bölsəm pi bölünsün 36 eləyər. Üzərində gəlinsin pi k bölünsün 12 eləyəcək. Pi k bölünsün 12 o da bərabərdir. 180-i gəlin dərəcə ilə işləyək. 180-i bölüm 36-ya. 180-i 36-ya bölsəm neçə eləyir? 5 eləyir də deyəsən. Düzdürmü? Bəli, 5 eləyir. -1 üstü k vurulsun 5 dərəcə. Üstə gəlinsin 15 dənə k. Bu x-mızdır. Sənə 0-10 dərəcə arasındakı həllini istəyir səhv eləmirəmsə. 0-10 dərəcə arasındakı həllindən danışırsa k-ya gətirib qiymət verərəm. K-ya 0 versəm uşaqlar, x bərabərdir 5 dərəcə eləyəcək. Bu bir dənə həllimiz eləyəcək. K-ya gətirib 1 verərəm. K-ya gətirib 1 versəm, k-ya gətirib 1 versəm, -5 üstə gəl 15 eləyəcək. Bu da 10. Yenə bu aralığa daxildir. K-nın 2 qiyməti ödəməyəcək onsuz da. 30 bəli. Tənliyin 2 dənə kökü ödəyəcək. Cavab 2 dənə. Gəlirəm 103 nömrəli suala. 103-də deyilir ki, su səthinin dalğalanması zamanının müəyyən anı üçün sinus 4x funksiyasının qrafiki ilə modelləşdirmək olar. Modelləşdirmək olar. Bizə deyir ki, bax bu sinus 4x, ümumiyyətlə sinus x funksiyasının qrafiki bu deyil. Baxın, bu sinus x funksiyasının qrafikidir uşaqlar. Biraz səliqəsiz çəkdim. Bu 1 xəttidir, bu da -1 xəttidir. Elə deyil. Bu pi bölü 2-yə dəyir burada. Bu pi'də alır. Pi bölü 2-də 1 alır. Bu pi'dir. Bu 3 pi bölü 2'dir. Buradaki 2 pi'dir. Yəni demək istədiyim 0,2 pi parçasında bu funksiya bir dəfə maksimum nöqtə alır.
Amma 4x o deməkdir ki, bu 4 dəfə, gəlin başqa rəngdə belə çəkim. Bax, 4 dəfə belə yığılıb. 4 dəfə yığılıbsa, artıq bu o deməkdir ki, 0,2 pi parçasında bu 4 dəfə dibə dəyəcək. Bax, 4 dəfə. Bir sinus x-da bir dəfə dəyir. Sinus 4x-da da 4 dəfə dəyəcək. Yəni, uzaqlara getməyə ehtiyac yoxdur heç. Sonra 5x-da 5 dəfə dəyəcək. Düzdürmü? Bunlar nədir? Həlli var, uşaqlar. Bunları da mən yazmıram açıq tipdə sualları. Çünki onsuz da bütün trigonometriyanın izahını qoymuşam. Hamısını bir-bir orada vermişəm izahını. Hamısını bir-bir. Sonuncu 111 nömrəli sualdan danışıram mən. 111. Euler-Venn diaqramında A çoxluğu ilə sinus 2x tənliyinin həlli. Sinus 2x tənliyinin həlli. 2x bərabərdir 1 tənliyinin həlli. 2x bərabərdir sinus 1-i harda alır? Pi bölü 2 üstəgəlinsin 2 pi k-da alırdı. X də bərabərdir. Pi bölü 4 üstəgəlinsin pi k-da alacaq. Bu hansıdır? A çoxluğu ilə bəli. Həlli B çoxluğu ilə bu A çoxluğu. B çoxluğunda isə kosinus 8x bərabərdir 1 tənliyinin həlli verib. Buradan da 8x bərabərdir uşaqlar. 1-i harda alacaq kosinus? Kosinus 1 alır 2 pi k-da. Hər tərəfi də 8-ə bölsən pi k bölünsün 4 eləyəcək. Option, bir də bu var. Köklərinin bəziləri işarə edilib. A və C ədədləri tənliyin ən böyük mənfi həlləri. A və C tənliyin ən böyük mənfi həllərindən danışır. Tənliyin ən böyük mənfi həlləri. Burada gətirib k-ya uşaqlar mənfi 1 verərəm. Yəni pi bölü 4 çıx pi eləyər. Bu da mənfi 135 dərəcə eləyər. Dərəcə ilə yazdım. Burada da mənfi 1 versəm k-ya. Bu da mənfi 45 dərəcə eləyəcək. Deməli, A və C tənliyin ən böyük mənfi həlləri. A və C. Ən böyük mənfi həlli burada 135 dərəcə olacaq. Burada da mənfi 45 dərəcə eləyir. B isə ən kiçik müsbət həlli. Ən kiçik müsbət həlli deyəndə burada k-ya 0 verib, bunu pi bölü 4 alaram. Pi bölünsün 4 alacağım. Burada da yazacağım bunu. Nədir? A plus B plus C-ni tapmaq lazımdır. A plus B plus C-ni tapmaq lazımdır. A-mız mənfi 135 dərəcə elədir. Düzdürmü? Pi bölü 4-dən 180 çıxdım. Mənfi 135 dərəcə. Bu mənfi 135 dərəcə elədim. B-mizdə isə, C-mizdə isə mənfi 45 dərəcə eləyəcək. Mənfi 45 dərəcə eləyəcək. Bu da müsbət 45 dərəcə eləyəcək. Pi bölünsün 4. Bunlar gedəcək, cavab mənfi 135 dərəcə qalacaq. Bu qədər. Növbəti sınaqlarda, dərslərdə görüşmək ümidi ilə sağ olun.